dostlar, kanalıma hoş geldiniz. Bugün sizlerle birlikte Azerbaycan dilinden frazoloji birləşmələri keçəcəyik. Başlayacağım. Mən də 94 çalışmanı edəcək. 95'i ise gelen videoda. Gəlin başlayaq. Bəzi sözlərin söz birləşmələrinin tərkibində sözlər öz həqiqi mənasını uzaqlaşır və bütövlük bir leksik məna bildirir. Bəzi sözlər frazoloji birləşmə adlanır. Məsələn, söz dostlar asmaqdır. Söz birləşməsi paltar asmaq. Frazolu birləşmə isə qulaq asmaq. Yəni dinləməkdə məcazi mənadadır. Bir dəqiqə mən həmən gəlirəm. Dostlar, gəlin birlikdə söz birləşmə, frazoloji birləşmə bir söz deyil. Məsələn, söz çəkmək. Söz birləşməsi ip çəkmək. Frazoloji birləşməsi fikir çəkmək. Burada frazoloji birləşmə məcazi mənada olunur. Məsələn, söz çıxmaq. Söz birləşməsi evdən çıxmaq. Frazoloji birləşmə isə özündən çıxmaq. Burada isə məcazi mənada. 3 dənə mən sizə dedim. İndi siz ikisini isə yorumlara özünüz yazın. Frazoloji birləşmələrin əksəriyyəti hərəkət bildirir. Lakin ad, əlamət, tərz ifadə edən frazoloji birləşmələr də var. Onların çoxunu bir söz ifadə əvəz etmək olar. Başlayayım. Ürəyinə xal düşmək, şübhələnmək. Yəni ürəyinə mən deyirəm ki, ayda ürəyimə xal düşdü. Görürsən bu necə bir işdir? Yəni şübhələnəm ki, bu necə bir işdir? Bir göz qırpımına tez gəl. Məsələn deyir ki, sən bir göz qırpımında hara getdin? Aydan arı sudan duru. Tərk təmizləmə. Məsələn, sən aydan arı, məsələn deyirəm ki, aydan arı sudan durur. Yəni tərk təmizdir, yəni təmizdir. Gəlin burada bir çalışmamız var. Cümlələrdə altına xətt çəkilmiş sözlərin, çəkilmiş ifadələrin mənasını izah edin. Sultan Əbuseyd mənim sözüm yerə salmaz. Burada yəni mənim sözümdən çıxmaz. Yəni rədd etməzlər. Anan təklifi oğlunun ağlına batdı. Yəni ki, başa düşdü də. Yəni başa düşdü, bildi nə edəcəyini. Dostlar, burada bir çalışma var. Hər bir sırada verilmiş frazoloji birləşmə müəyyən edin. A. Özündən çıxmaq, evdən çıxmaq. B. Evdən çıxmaq. C. Qutudan çıxmaq. Burada isə özündən çıxmaq. Nədən? Çünki evdən çıxmaq frazoloji birləşmə deyil. Çünki bu məcazi məna deyil. Qutudan çıxmaq da məcazi mənandan. Məsələn, ayı qutudan, oyuncaq ayını qutudan çıxardım. Amma insan özündən çıxa bilməz. Axı bu həqiqi məcazi mənadadır. Baxın. 2. A. Quyudan su çəkmək. B. Tərəzidə çəkmək. C. Fikir çəkmək. Burada quyudan su çəkmək düzdür. Yəni quyudan su çəkmək olur. Tərəzidə çəkmək. Bu da düzdür. Yəni insan kişi olsa tərəzidə çəkə bilər. Fikir çəkmək. Amma fikir çəkmək frazoloji birləşmədir. Ona görə bunlar gedir. Bu düzdür. Qonaq gəlmək. Özünə gəlmək, bağa gəlmək. Dostlar, burada isə özünə gəlmək. Çünki bağa gəlmək olur. Məsələn, mən babamgilin bağına gəldim. Qonaq gəlmək. Mən qoşumgilə qonaq getdim. Amma insan özünə gələ bilməz axı. Yəni özünə gəlmək bir mənası da var. O mənası da odur ki, yəni belə ağlayırsan, qəmlənirsən falan, sonra özünə gəlməyə başlayırsan. Özü toparlamaq demək. 4. Qatardan düşmək, ağacdan düşmək, ürəyə düşmək. Burada ürəyə düşmək. Nədən? Çünki qatardan düşmək həqiqi mənadadır. Ağacdan düşmək də həqiqi mənada, amma ürəyə düşmək. Ürəyə düşmək də odur ki, yəni qorxmaq da. Belə nəsə deyirsən ki, ayda necə ola bilər falan deyib qorxursan. Frazoloji birləşmələrin mənalarını müəyyənləşdirin. Göz verib şıq verməmək. Burada isə yəni hamısını oxuyaq. Gözünün açısını almaq, göz kəlləsinə çıxarmaq, göz qoymaq, gözü yolda qalmaq, gözünün suyunu axıtmaq. Bu ağlamaqdır. Gözü yolda qalmaq gözləməkdir. Bunları birləşdirim. Gözünün açısını almaq, göz kəlləsinə çıxmaq. Yəni göz kəlləsinə çıxmaq 2 dəfə etdim, onu tapacağıq. Göz verib şıq verməmək. Yəni nəzarət, gözü yolda qalmaq. Gözü yolda qalmaq bunu elədik. Göz qoymaq. Göz qoymaq məncə mürgül eləməkdir. Nəzarət etmək. Göz kəlləsinə qoyun çıxmaq, mürgülləmək. Göz verib şıq verməmək, incitmək. Bu qədər.
Biraz qarışıq olan mı deyirəm, yəni siz də yazın. Cümlələrdə frazeoloji birləşmələri müəyyənləşdirin. Dəridən qabıqdan çıxırıq ki, nənəm bizə tərifləsin. Dəridən qabıqdan çıxırıq. Bu frazeoloji birləşmədir. İcazəsiz getməz. Gözünün odunu alıblar. Burada isə gözünün odunu alır. Çünki yəni məcazi mənada işlənib. Samir dostunun bikar görəndə cin atına mindi. Cin atına mindi. Yəni əsəbləşdi. İtin zəncirindən açılıb evə girməsi bir göz qırpımında baş verir. Bir göz qırpımında, yəni cəld, tez. Burada oxuduğumuz kimi. Xəstə bir aydır ki, yemir, içmir. Bir dəli, bir sümük qalıb. Burada isə bir dəli, bir sümük qalıb. Yəni arıqlayıb da. Həmin frazeoloji birləşmələrin məstər formasını yazıb qarşısındakı mənası bir sözü qeyd edin. Dostlar, yəni mən dedim sizə, dərdən qabaqdan çıxmış çalışır vuruşmaq. Gözün odunu alıblar. Yəni icazəsiz getməz. Gözün odunu alıblar. Burada nəsə bir eləməkdir. Yəni Türklər necə deyim? Gözünün odunu alıblar. Yəni nəsə eləyiblər də, qorxutublar. Bikar görən cin atına minmək isə əsəbləşmək, bir göz qırpımına baş verir, cəld, tez, bir dəli, bir sümük qalır, yəni arıqlamaq və bu qədər dostlar. Əgər bu səhifəni istəyirsinizsə kanala abunə olub like atmayı unutmayın. Mən sizə bu səhifəni də bugün 1-2 saatdan və ya yarım saatdan sonra yazacağım. Çox sağ olun.